Deməli, sual birdən başlayaq. Yaxınlaşdırın bir balaca. Deməli, birinci sualda bir çıx, i çıx birin kubu, i üstəgəl birin kubu. Durub bunu mötərizələrin kubunu açıb təzədən bir-birinə vurmayın. Qüvvətləri eyni olduğuna görə qüvvəti qoyuram qırağa. Müxtəsər kimi bir dəfə birincini birinciyə, ikincini ikinciyə vururam. Yəni i'ni i'yə vuracam. Olacaq i'nin kvadratı. Mənfi 1-i də 1-ə vuranda olacaq çıx 1. Kubu indi üstünə yaza bilərəm. Çünki hər ikisinə aid olduğuna görə bir dəfə bunları vurandan sonra başına kub yazmaq olar. İndi i'nin kvadratı bizə mənfi 1 verir. Bu da mənfi 1 olacaq kub. Mənfi 1, mənfi 1 olacaq mənfi 2. Mənfi 2-nin də kubu olacaq mənfi 8. Oldu D variantı. 60-ın natural bölənlərinin sayını tapın. 60-ı əvvəlcə vuruqlarına ayırırsınız. 2-yə böldük 30, 2-yə böldük 15, 3-ə böldük 5, 5-i 5-ə böldük 1 oldu. İndi yazmalıyam 2-dən burada 2-dən olduğuna görə 2-nin kvadratı, 3-dən 1 dənə, 5-dən də 1 dənədir. Natural bölənlərin sayını tapanda qüvvətlərini dairəyə alırdıq, hamısını bir vahid artırırdıq. N bərabərdir. Bu 2-ni bir vahid artıranda olacaq 3, 1-i bir vahid artıranda olacaq 2, yenə 1-i bir vahid artıranda olacaq 2. Bunlar da bir-birinə vuranda eləyəcək 12. Bu natural bölənlərin sayıdır. Əgər burada natural yox, tam sözü olsaydı, onda aldığım cavabı 2-yə vurar 24 yazardım. Çünki 12 dənə natural böləni varsa, 12 dənə də mənfi böləni var. Ümumiyyətlə oldu 24 dənə tam bölən. Sonra sual 3-də. A və B natural ədədləri üçün deməli bizə EBOB verilib. Bir də sadə qrupların hasili verib, ortaq olmayanlar. Deməli yazıram ki, o zaman bizdən EKOB-u soruşur. Ümumiyyətlə EKOB-un düsturu belədir. EKOB vurulsun, bölünsün EBOB bərabərdir C-dir düsturumuz. EKOB-un yerində cavab yoxdur. Soruşur deyə X yazıram. EBOB-un cavabı 30-dur. Yazıram bura 30. Orta olmayanlar da 6-dır. Bərabərləşdirəm 6-ya. Buradan X tapanda 30-u vururam 6-ya 180. Deməli EKOB-umuz 180-dir. Sual 4-də ədədin kəsr hissəsini tapın. 5 kökdəyici əvvəlcə kök altına salaq görək təqribi, daha doğrusu əvvəlcə bunu neçə eləyir? 5-in kvadratı 25, 3-ə vuranda 75. İndi 75 nəyin kvadratına yaxındır? 8-in kvadratına. 9 yazsam 75-dən çox eləyəcək. 75-ə qədər maksimum 8 götürə bilərsən. Deməli, onda bundan 8 çıxmaq lazımdır. Olacaq o zaman C variantı. Yəni, ədədin özündən tam hissəsini çıxanda biz ədədin kəsr hissəsini tapırıq. İfadəni sadələşdirin. Birinci növbədə bunları sadələşdirmək üçün yol böyüyün demişdik də. 2-ni fikirləşirəm 4 kimi. 4 2-dən, kökdə 4, kökdə 2-dən böyük. Deməli, bunların yeri dəyişməlidir. Birinci gəlməlidir 2, sonra gəlməlidir kökdə 2. Orta üstə gəlmə var. Bura toplama deyə müqayisəyə ehtiyac yoxdur. Olduğu kimi köçürdürəm. Kök altında 2 üstə gəl 1. Kökdəkilərin biri müsbət, biri mənfi getdi. 2 ilə 1 toplayanda bizə 3 verəcək. Düzgün cavab 3 olacaq. Burada mənfi olmamalıdır. Olacaq Y variantı. Burada müqayisədən A ilə C müqayisə eləsək, hansı böyükdür? Buradan ikisinə baxıram, görürəm A böyükdür. Deməli, olduğu kimi qalacaq. A çıxılsın 3. Çıx. A ilə 4-ü müqayisə etsəm, 4 böyükdür ya, burada 4 çıxa yazmalıyam. Sadəcə qabaqda mənfi var idi ya, bu üstə gələ çevriləcək. A ilə A ikisi də müsbətdir, 2A oldu. Mənfi 3, mənfi 4 oldu, mənfi 7. Cavab olacaq 2A çıxılsın 7, olur A variantı. Sual 7-də. Deməli, tərəfləri 10, 10 və 12 böyük tərəfə çəkilmiş hündürlüyü tapın deyir. Bu bərabər yanlış bucaqdır. Yanlara 10 yazıram. Yuxarıdan aşağı hündürlükdür. 12-yə çəkilmiş hündürlükdür. Bərabər yanında yuxarıdan çəkilmiş hündürlük həm tən bölən, həm median, həm də hündürlük rolunu oynayır. Ona görə 12-ni burada 2-yə böləndə 6, 6 düşəcək. Bizdən h-ı soruşur. Buradan Pifaqor qaydası tətbiq eləsək, h-ın kvadratı üzərinə gəl 6-nın kvadratı bərabərdir 10-un kvadratı. Bunu əzbər bilməlisən. 6, 8, 10 olmalıdır. H kvadratı üzərinə gəl 36 bərabərdir 100-ə. 100-dən 36 çıxanda 64 qalacaq. 64 də 8-in kvadratı. Deməli, H bərabər olacaq 8-ə. Oldu B variantı. Sual 8-də. Çoxhədli standart şəklə gətirin x kvadratın əmsalını tapın. Əvvəlcə bu x-in kvadratını götürürəm. Bu mötərizənin içərisinə vururam hər ikisinə.
X'in kvadratını 2x'e vuranda olacaq 2x'in kubu. X'in kvadratını mənfi 4'ə vuranda mənfi 4x'in kvadratı. 3x'i 2x'e vuranda olacaq 6x'in kvadratı. 3x'i mənfi 4'ə vuranda olacaq mənfi 12x. Bərabərdir. 2x'in kubunun tayı yoxdur. Özü qalacaq olduğu kimi. Mənfi 4x kvadratı ilə də 6x kvadratı bizə verəcək müsbət 2x kvadratı. Mənfi 12x'in də özü qaldı. Bizə lazımdır x kvadratının əmsalı. X kvadratın əmsalında da 2 dayanır. Deməli, cavab olacaq B variantı. Sonra, sual 9'da. Rasional kəsirdir. Yuxarıda ortaq vuruq olaraq 3'ü və x-i çıxarda bilərəm. 3x. Qaldı mötərizənin içində x çıx. 3'ə böləndə 6 qaldı. Qalanları da köçürdürəm. 3x'in kvadratı vurulsun. X bölünsün. X minus 6. Yine burada x çıx 6, x çıx 6 gedəcək. Bu x ilə x mənə x kvadratı verir. Bu x kvadratından getdi. 3 ilə də 3 geçsə cavab qalacaq 1. Oldu A variantı. Sonra A ilə ifadə edin deyir. Belə suallarda uşaqlar nə etmək lazımdır? Hər ikisini alt-alta yazırsınız verilən ifadələrin. Deməli, birinci 9'da ne yazdıq tapdın? ki, 9'da nə oldu? 1 oldu da burada. Başa Bildim. düşmədin? Yoxsa necə? Yo bildim. Variantı soruşdum prosto. Hə. Müəllim, mən 10-cularda toplayıram. Prosto axırını başa düşmürəm onun. İndi qulaq as, başa düşərsən. 7-də 1, 9-da 1, 13-də 1, 17-də 1 bərabərdir A hərfinə. Bunu özü verib sənə. Nə verib onu yazıram. Digərini köçürdürəm altından. 7-də 6, 9-da 8, 13-də 12, 17-də 16. Bu yoxdur deyə, bilmirəm deyə buna x yazıram. Qırmızı ilə yazdığım x axtarıram mən. Alt-alta bunları toplayacaqsan. 7-də 1 ilə 7-də 6-nı toplayanda 7-də 7 eləyir. Yəni 1. 9'da 8 ilə 9'da 1'i toplayanda 9'da 9 eləyir. Yəni 1. 9, 13'də 12 ilə 13'də 1'i toplayanda 13'də 13 eləyir. Yəni 1. 17'də 1 ilə 17'də 16'nı toplayırsan 17'də 17 eləyir. Yəni bu da 1 elədir. Burada da A ilə x toplayırsan olacaq A üzərinə gəl x. Sol tərəf 4 verdi. Burada A üstə gəl x verdi. Bizim axtardığımız x-dir. X-i tapmaq üçün A-nı 4'ün yanına aparıram. Olur onda 4 çıx A bərabərdir x. Cavab oldu 4 çıx A. Oldu C variantı. Aydın oldu mu? Bəli, mən Bəli, Elton müəllim. bildin mi sən? Bəli, bəli. Yaxşı. İti bucaqlarından biri 45 olan düz bucaqlı üç bucağın hipotenuzu 12 kökdə 2 olarsa katetlərinin cəmini tapın. Deməli, iti bucaqları 45-dir. Biri 45-dir, digəri də avtomatik 45-dir. Bu məlum məsələ. Hipotenuzu 12 kök altında 2-dir. Bu 45-in qaydası da hipotenuzu kökdə 2-yə bölürsən. Olur onda 12, 12. Bunların cəmini soruşur. Onda 12'nin üzərinə 12 gəlirəm, cavab eləyəcək 24. Sual 12-də. Deməli, burada əvvəlcə x kvadrat çıx y kvadrat bərabər 25 var. Müxtəsər ki, bunu tətbiq eləsək, x çıx y, x üzərinə gəl y. Bərabər olacaq 25-ə. X çıx y-in cavabı yoxdur. Plusun cavabı var məndə 10. Bura 10 yazıram. X çıx y bərabər vurulsun 10 bərabər 25-ə. Buradan da x minus y bərabər 25 10-a böləndə 2 onda 5. Elə bizdən də bunu soruşur. Cavab oldu 2 onda 5. Loqaritma 2 əsasdan 8, üzərinə gəl loqaritma 3 əsasdan 9. İndi ezələ müəllim toplama vurma ilə yazırıq. Elə şey yoxdur burada. Əsaslar eyni deyil axı. Birində 2-dir, birində 3-dür. Deməli, hərəsinin özünə hesablanması var. Yazıram onda loqaritma 2 əsasdan 8 yazaram 2-nin kubu. Üzərinə gəl loqaritma 3 əsasdan 9 yazaram 3-ün kvadratı. Və buradan bunlar getdi. Buradan da bunlar getdi. 3 üzərinə gəl 2 qaldı. Cavab olacaq o zaman 5. Kökün qırağındakı 3'ü mötərizənin içindəki köklərə vuracam. 3'ü vururam 12'yə olacaq kökdə 36. 3'ü vururam 27'yə olacaq 81. 3'ü vururam 3'ə kökdə 9. 36'dan çıxır 6. 81'dən 9. 9'dan da 3. Cavab eləyəcək 12. Sonra sual 15'də. Oturacaqları 3A, 5A olan trapesiyanın orta xətti 6'dır. Deməli, bura 3A'dır, bura 5A'dır, orta xətti 6'dır.
Trapesiyanın qaydası belədir də. Oturacaqları toplayırdıq. Bölürdü 2-yə. Bərabər olurdu orta xəttdə. 8a bölü 2 bərabərdir 6-ya. 8a-nı 2-yə böləndə 4a bərabər 6. 4-ə böləndə a 1/5 alınacaq. 6-nı 4-ə böldüm. Kiçik otacağı soruşur. Burada 3-ü vururam 1/5-ə. Olacaq 3 dəfə 1/5 4/5. Deməli kiçik oturacağımız 4/5-ə bərabərdir. Sonra diaqonalları 8, 5 olan 4 bucaqlının diaqonallar arasında bucağı 80, 30 olarsa sahəsini tapaq. Ümumiyyətlə, sahə veriləndə diaqonalla D1, D2 böl 2 sinus alfa düsturuna hesablanır. Onda yazıram 8 vurulsun 5 bölünsün 2. Sinus 30'un da qiyməti 2-də 1-dir. Bu 2 dəfə 2 4 eləyir. 8 ilə 4-ə aparanda 2 qalır. 2-ni də 5-ə vuranda 10. Deməli, sahə 10-a bərabər oldu. Sonra sual 17-də. Mötərizənin içindən hesablayıram. Ən sonda aldığım cavabı kvadrata yüksəldirəm. Birinci növbədə yuxarıda çıxmanı bölmə ilə yaza biləcəm. Çünki eynidir. 3, 3'dür burada. Onda qalır loqaritma 3 əsasdan. 32-ni bölürəm 4-ə düşür burada 8. Aşağıda da loqaritma 3 əsasdan 2. Bunun da başında var kvadrat. 8-i yazıram belə. Loqaritma 3 əsasdan 2-nin kubu, həmin kubu da qabağa çıxardıram. Burada da var loqaritma 3 əsasdan 2. Mötərizənin də kvadratı. Bununla bu getsə qalacaq 3-ün kvadratı, yəni 9. Sual 18-də. Loqaritma sual var 17-də. Aha. Bayaq ki. Orada biz yazmışıq da məsələn loqaritma 3 əsasdan 8 bölünsün loqaritma 3 əsasdan 2. Bizim orada haqqımız var ki, əsaslardan 3-ləri aparaq. Yuxarıdakı 8 ilə 2-ni ixtisar edək, yerdə qalan olsun. Necə yəni? Burada bununla bunu aparım 8-dən 2-yə ixtisar eləyim. Hmm. Yoxdur. Bunun özü tək bir qüvvədir, bunun da özü tək bir qüvvədir. Eyni olmadıq müddətcə ixtisar gedə bilməz. Bax, indi bunun özü biri oldu, bunun da özü biri oldu. Bu dəfə eyni olduqlarına görə ixtisar gedə bilərlər. Mən bildim. Mütləq başında bu qüvvət qabağa çıxmalıdır. Çıxmasa olmaz. Sonra burada bu adi bir sualdır. 2 çıxılsın, 0 tam dövrdə 3-ü 9-da 3 yazıram. Bu da 1 üzərinə gəl 9-da 3. Plus 1 də qıraqda. 2-dən 9-da 3 çıxanda 9-u vururam 2-yə 18, 3-ünü çıxanda 15. Aşağıda 9 qaldı. 9-u vururam 1-ə 9, üzərinə burada 3-ü gəlirəm olur 12. Plus 1. Bu 9-lar getdi. 12-də 15 qaldı. 12-də 15-də ixtisar edirəm 3-ə. Qalır burada 4, burada qalır 5. Üzərinə gəl 1. Bu da eləyəcək 1 tam 25 üzərinə gəl 1 alınır 2 tam 25. Cavab olaraq belə yaza bilərsiniz. Bu arada uşaqlar imtahanda nəyə diqqət yetirin? Bu cavabları tapanda kodlaşma şeyi var da. Orada indi bilmirəm, bilən, bilməyəniniz var yoxsa yox. Kodlaşmada diqqət yetirəcəyiniz bir məsələ var. Burada başda, məsələn, 1 tam 25 tapmısan. Sən orada mütləq şəkildə kodlaşdıranda vergülü nəzərə almalısan. Vergülü nəzərə almasan getdi. Elə bil ki, 1 tamı bura yazırlar. Bura vergül qoyursan, bura 20, burada da 25 qoyursan. Gəlirsən buradan 1-i kodlaşdırırsan. Buradan vergülü lap aşağı qoyurlar. Gəlib vergülü də kodlaşdırmalısan aşağıda. Sonra gəlirsən buradan 2-ni, buradan da nə bilim 5-i kodlaşdıracaqsan. Yəni vergül mütləq kodlaşdırılmalıdır. Vergül kodlaşdırılmasa sənin cavabın 125 kimi düşəcək məsələn. O da düzgün sayılmayacaq. Onlara diqqət yetirin. İndi burada 2 tam 25 idi, eybi yox. Elə belə nümunə kimi dedim. Sual 19-da. Diaqram çəkək, Venn diaqramı. Deməli, A-da var, B-də yoxdur, 18. Bura A olsun, bura B olsun. B-də var, A-da yoxdur, sayı 6. Bura yazıram 6. Kəsişmədə element yoxdur, X-dir. Hamısı bir yerdə 30 eləməlidir bunların. 18 üstə 6 gəlirəm, 24 eləyir. 24 üzərinə gəl, X bərabər olmalıdır 30-a. X də bərabərdir buradan 6-ya. Deməli, kəsişmədə 6 element olmalıdır. Sonra ədədin modulunu tapın. Uşaqlar, kompleksin modulunu tapanda yadda saxlayın ki, mötərizəni vurub açıb axırda tapmanıza ehtiyac yoxdur. Elə bəri başdan tapın getsin. Bunun modulunu tap, bunun modulunu tap, sonra bir-birinə vurma işarəsi var deyə vuracaqsan. I 1 deməkdir, əmsalı. 1-in mən burada yazmalısam 1-in kvadratı üzərinə gəl 2-nin kvadratı. Vurulsun. Gəldim bura. Burada 2-nin kvadratı üzərinə gəl bu 3-ün kvadratı. Bu şəkildə. Bu mənfilərə baxırıqmı? Xeyr, baxmırıq. Niyə? Çünki onsuz da kvadratdır. Onu müsbətə çevirir deyə ehtiyac yoxdur.
1'in kvadratı 1, 2'nin kvadratı 4. Toplayanda bura verdi 5. Burada 2'nin kvadratı 4, 3'ün kvadratı 9, toplayanda 13. Kökdə 5'i kökdə 13'e vuranda kökdə 65 alacaqsınız. İşte qurtardı getdi. Yəni modulu hesablamaq üçün bir də bunu mötərizənin vurum açın. Təzədən oxşar ədləri islah edeyim. İlk kvadratın yerinə -1 yazın. Ən axırda bir dənə sadə bir şey alım, oradan modul taparam deməyin. Elə bəri başdan mötərizələrin ikisindən modulunu tap, bir-birinə vur getsin. Sonra sual 21'də. Deməli, x, y, x, z, y, z şəklində bir ifadə verib. Y-i tapın deyir buradan. Çarpaz vura bilərik əslində burada. Məsələn, bu ikisini çarpaz vururam. 2xz eləyir. 2xz bərabərdir 3xy. Bu ikisini həll edirəm birinci. 3xy. Hər ikisinə x var. X-ləri sildim. Qaldı burada 2z bərabərdir 3y. Buradan z-i görürəm 3k şəklində. Y-i də görürəm 2k şəklində. Sonra gəlin, məsələn, baxalım bu ikisinə. Çarpaz bunları vururam. 3'ü vururam y-z-ə. Olur 3yz. 4'ü vururam x-ə, olur 4x. Buradan da z'lər getsə, qalacaq onda 3y bərabərdir 4x. Buradan da y-in qiyməti bərabərdir 4k-ya, x-in də qiyməti bərabərdir 3k-ya. Kompleksin modulu buraxılışa düşür. Gəldi indi bura. Burada y-lərin qiymətləri birində 2K-dır, birində də 4K-dır. Düzgün deyil. Deməli, eyniləşdirmək lazım. Bu 2K-nı 4K eləyə bilərəm. Vururam bunları 2-yə. Onda bu eləyəcək 6K, bu da eləyəcək 4K. İndi gəldik bura uşaqlar. X plus Y plus Z bərabər 52-yə. Burada X-in yerinə yazıram mən 3K-nı. Y-in yerinə yazıram 4K-nı. Z-in də yerinə yazıram 6K-nı. Bərabərdir 52-yə. Bunları toplayanda 13K bərabərdir 52-yə. K da bərabərdir 52-yə 13-ə böləndə 4 qalacaq. Bunu tapdım. Məndən Y-i soruşur. Y özü 4K-ya bərabər idi axı. Gətirəm K-nın yerinə 4 yazıram. O da eləyəcək 4 vurulsun 4, cavab eləyəcək 16. Müəllim, orada birinci ilə üçüncünü təzə hesablamırıq. Ehtiyac yoxdur, onsuz da eyni şey alacaqsan. 2 bölünsün x, y. Eyni şey alacaqsan. Elə. Fərq yox. Ha, oldu. Yaxşı. Hamısı var. Gəldi 22-yə. Əkob 2x, 3x. Hər ikisində ortaq olaraq x-i qırağa çıxartdıq. Qaldı burada əkob 2 və 3. Bərabər 90. İndi gəldik bura. 2 ilə 3 eləyəcək 6. Əkobu da olacaq onda 6x. Bərabərdir 90-a. X də bərabər 96-ya böləndə 15 qalır. 23-də 150 qram su əlavə olunur. İndi belə eləyək də, 300 qram 15% duz məhluludur. Həmişə qabda çəkin ki, belə çəkək. 300 qramdır, bu da 15%-dir. Duz məhluluna 150 qram su əlavə olunur. Bura gələcək 150 qram su. Alınan faiz də bilmirəm deyə x yazıram qırağına. Gəldi indi bura. Bir qabın içindəkilər bir-birinə vurmaq lazımdır. 300-ü vuracaqsınız 15-ə. Bərabərdir. Su təbii ki, litrə təsir edəcək. 300 litre idi, 150 də gəldi, oldu 450. Faizin varmı? Yoxdur. X yazıram yanına. Buradan sıfırları ataq birini. Vuranda eləyəcək buranı 450 bərabərdir 45x. 450-ni də 45-ə böləndə alınacaq 10. Deməli, cavab olacaq burada 10 faizli məhlul alındı. Sonra sual 24. Belə suallarda uşaqlar həmişə bu küncdəki nöqtədən bir dənə düz xət keçirmək lazımdır. Və buradan düz xət keçirdim paralel şəkildə. İndi yuxarıdakı 2 betdadırsa, və bura 2 betdadırsa, onun qarşılığı, çarpaz bucağı da yenə 2 betdadır. Bu 7 betdanın ikisi yuxarı getdi. Özünə qaldı 5 betda. Bura oldu 5 betda.
İndi bu 5 betdə ilə 4 betdə daxili bir tərəfli bucaqlardır deyə cəmi 180-dir. Onda yazıram 5 betdə, üzərinə gəlinsin 4 betdə bərabər olacaq 180-ə. 9 betdə bərabər oldu 180-ə, 180-ə 9-a böləndə betdə oldu 20. Elə bizdən də bettanın qiymətini soruşurdu. Cavab olacaq 20. Müəllim orada 4 dənə olsa solla sağ bir-birinə bərabər olurdu elə həmişə. Necə? 9 Solla sağ dənə verəndə. deyərək. Yəni sol tərəfdəkilər sağ tərəfdəkilər cəmi bir-birinə bərabər olurdu elə. Hə, sən bunu deyirsən. Gözlə bir dəqiqə. Onu da vurğulayım. Sən bunu demək istəyirsən məncə. Belə bir Bəli, şey. bəli. Elə bil bu tərəfə gedənlər var ha. Bu künclərin cəmi bərabər olur buradakı bu künclərin cəminə. Bu şəkildə. Bəli. 25-də. Deməli, bizə verib AMD qövsünü 60 dərəcə, BMC qövsünü də verib 40 dərəcə. Bizdən soruşur BOC-ni. BOC-də bu içəridəki bucaq. Bu nəyə baxır? 60 ilə 40-ın qabağında dayanır. Ona görə bunları toplayıb yarı bölürəm. Demişdik də bunu. Bucaqlar daxildə verilərsə toplayıb 2-yə bölürük. Toplayanda 100, yarısı 50. Deməli, düzgün cavab olacaq bu sınaqda 25-ci sualda 50. Sonra sual sınaq digərinə gələk indi.